Seremoniya xarakterli danışmayacağım. Mən də çoxları kimi kədərliyəm. Mən də uzun müddət şən və hazır cavablar klubunda iştirak eləmişəm və Cabir İmanovun getməyi mənə çox pis təsir elədi və anidən bir şeir gəldi. İndi sosial şəbəkələrdə like eləyirlər. Özüm səsləndirməyə qərar verdim ki, nə hisslər yaşadığımı Cabir sevənlər hiss eləsin. Qalanlar kədərlidir. Gedənlər yox olmayır. Torpaq elə hey alır, amma gözü doymayır. Gülüş bəxş edən insan, nə olar getmə bir dayan. Biz də elə torpağıq, doymamışıq dadından. Həqiqətən Cabir, heç kim səndən doymadı. Allah səni qəni-qəni rəhmət eləsin və ələxsus Allah Tahir İmanova səbir versin. Çünki o həm səhnə yoldaşın, həm də dostun itirib. Bu qədər.